Selamünaleyküm. Allah güzel kuşlarda bereket versin. Bereketli olsun. Maşallah güzel hayvanlarım var. İnşallah nömrə 1 grubunun iştirakçısı Güzel kardeşimiz, Güzel kardeşimizin hayatında inşallah. Allah'ın köməkliğiyle inşallah uçurdacak, köyde kuşları nümayiş ettirecek Allah'ın köməkliğiyle. Kardeşlerimiz de Hacı İlgar'dır. Misal Kuşçur'dan oğlan budur. Samir'dir. Bir de Cəfərdir. Ben de kimanım da bana tanıyorsunuz. Allah her birine can sağlığı versin. Allah her birinin heyvanına bereket versin inşallah. Misal, sana bir de sual vermek istiyorum kardeşim. Bu kuşların kökü ağırdandır sanırım. Bu kuşların kökü, ben sözün düzü ancaq uşaq vaxt saxlamışam, sonradan itirmişdim. 6 ildir kuşlar məndadır. Başlamışam təzdən saxlamaya. Yaxşı dostlar, qardaşlar veriblər, törədmişəm, vermişəm deyə bu cürünə alınırlar. Yəqin ki, inşallah yaxşı olar. Nəticə çıxarır ki, Allah'ın köməyi. Ne gösterecek, onu göstereceksin. Onu bilirsin. Allah hayırlı versin inşallah. Sağ olasın. Allah sizin tarafın böyük kuşbazlarını da rahmet eləsin. Yani ki, Amin, amin inşallah. baxanda elə onların töylətdikləridir, keçirmişlərimizə, hamısını saxlayırsın inşallah. Artırmışsınız, saxlamışsınız. Bu həyətin adamısan, gəlin adamsan. Bu kuşlardan hansı saatları görmüşsən, hansı saatda rastlaşıb sana inşallah. Yaxşı uçurmuşsan, quşları yaxşı uçurur inşallah. Özümüzlə eləməklə, həyətdən də baxanda inşallah Allah xeyir versin, uğurlu olsun. İnşallah. Mənim aləmdə quşu birinci hazırlamaq çox eləmir. Adam var ki, məsələn, görərsən ki, məsələn, sirədnə heyvanı ortaya çıxarda bilir. Adam da var ki, məsələn, güclü heyvan olur əlində. Onun üçün vaxt lazımdır, zaman lazımdır və şərait lazımdır. Bizim hava şəraitimiz biraz piyiyə öyrə, salağana öyrə biraz bizdə alınmır. Əsas problemimiz odur. Yəni, birazdan mayın ortalığa gəlir. Mayın ortalarında miraslar tapılır və tapılırlar. Mən tərəfdə var. Qəbristan məhəssində var. Görürəm, bunları 2 dəfə, 3 dəfə görmüşəm. Hələ ki, uçurmuruq biz. Vurur, sıxırıq, qayaları kiçik bazardan götürürük. Bilirsin sən. Yəni, buranın problemi budur. Allah sizi onların yəni çətindir. səngindən qorusun. Burada yəni quş çıxartmaq ortaya həqiqətən çətindir. Çünki düzəltmək olmur. Komandanı cəm edib yığmaq olur. İndi inşallah Allah'ın izni ilə gözləyəcəyik, Allah'ın köməyi ilə iyulun ortasında artıq 2 ildir mən müşahidə edirəm. İyulun 5-indən hardasa bir 20'sine kadar səngiyir, biraz az rədd olur deyil. İnşallah çalışacağıq ki, o aralara salaq. Yəni, inşallah yaxşı olar da, xeyirlisi Allah'dan. Yəni, Əlbəttə, məsləhət kimi mən məsləhət verməmişəm ki, yəni dostu qardaş gözü bu qərara gəlib. Amma mən şəxsən, məsələn üçün, burada çətindir. Özüm heç türünə, məsələn üçün, bilmərəm ki, məsələn, bir daha da mən gəlim burada yarışa qoşu uçurdum yanasın. Bura Lənkəran da olsa fərqli səmtlər var. Hansı ki, dənizə yaxındır, hansı ki, məsələn, belədi tərəfdir, aşağı nüvədi tərəfdir. Orada da var, söz yox. Amma bura qədərdir. Biz buradan həm
Kirovsu Safozun meşəsindən, isti sudan gələn piqilər gördük. Həm bu tərəfdən Qorovdan gələn piqilər var. Həm Dicah meşəsindən, həm Quşqanın özündə oturur paslayanlı. Yəni burada çox. İnşallah ki, Allah'ın izni hər şeydə də bir qismət var. Bəli, Lənkəranın zonaları, yerləri də elə zonalar var Lənkəranda, orada ley az olur. Elə yer var, orada çox olur. Yəni ki, o da maraqlı bir şeydir. Niyə orada az, burada çox olur? Bu belə şeylər biraz adam üçün maraqlıdır. Yuvalarına yaxın. Bir şey məsələn üçün mənim əgər misal üçün mənim evimin altında market varsa, bazar qiymətinə mal satırsa, mən düşün marketdən alaram da, bazara yetmərəm ki, bunun da yuvası buradadır, bu dağlardadır. Bu buradan nə üçün ora getsin ki? Hazır vurur götürür də buradan. Ona görə. Allah. İndi də inşallah sözü verək Cəfər qardaşımıza. Görək Vüsal qardaşımıza nə sözü verək inşallah. Cəfər, quşlar haqqında nə deyəcəksən? Nə görmüşsən? Mən salamlayacağım inşallah iştirakçıları da. Hər birinə uğurlar arzulayacağım. Kuşlar heyvanlar baxmayır ki, az müddətdir təzəlicə bunlar 5-6 ildə bunlarla məşğuldur. İnşallah inanıram ki, işgəy saatlar göstərəcək. Allah xeyir versin. Çok sağ ol. Sağ ol kardeş. Allah senden razı olsun. Kardeşinde, dostluğunda eski olmasın inşallah. Kardeşimiz Sami'ye de bana göre dostu bir sana ne bile sözler var düşün inşallah. Bütün kuşbazlara salamlayıram. Uğurlar hamısı. Yani benim kardeşim de içinde indi. Zaman görsə də İnşallah yaxşı olur. İnşallah Allah'ın yerde Allah'ın. kalmaz. İnşallah Allah'ın. Ha güzel. Sana bir de sözüm var. İnşallah bu kuşlardan hansı saatleri gözlüyorsun Allah'ın. Kuşlardan qızlar qrup əhlini salamlayıram. Hamısına uğurlar arzu edirəm. Sağ salamatlıqla hamısı zəhmət çəkiblər. İnşallah bəhrəsini də görərlər Allah'ın köməliyi ilə. İnşallah. Kuşlar inşallah bizim yeri o pirdə çalağan çox olduğuna görə özü demişəm. Yəni inşallah imkan versələr olar, yaxşı nəticələr Allah'ın köməliyi ilə əldə edək. İnşallah köməliyi. İnşallah Allah'ın Yəni köməliyi. ki, inşallah yaxşı olur. İşte saatlarda Yüksək hamı arzu edirəm. Öz uçuşların üzə çıxarda bilsin, əlbəttə ki, mən düşünürəm ki, gözəl nəticələr olacaq. İnşallah Allah'ın köməliyi ilə. Yaxşı olur Allah. Ben de buradan teşekkür kardeşimizdir, Elçin kardeşimizdir, Famil kardeşimizdir, Novruz kardeşimizdir. Salamlayıram hamısı. Allah sizin işlerinizde size kömək olsun inşallah. Öpürəm hər birinizi, bağrıma basıram. Cəmi qrup yarışçılarına xeyir dua diləyirəm, arzulayıram kardeşler. Allah hamına xeyir versin, bizlər də onun içində. Öpürəm, bağrıma basıram. Sağ olun. Burada. Ama sana başkalarının biraz çayı. Bir de göreceğim yukarıda. O biri diyor ikincisi. Orada öyle.